İnam elə bir şeydir ki, əgər o insanda qırılırsa, o bərpa olunur. Bəzən elə insanlar var ki, sən o insanlara çox inanırsan, çox güvənirsən, düşünürsən ki, o sənin arxanda bir dağdır. Söykənəcək. Hətta indi o uşaqlar qururlar piramidalar, oyuncaqlardan. Sən daha düşünmürsən ki, o dağ odur. Sən söykənəcəksən, yıxılacaqdır. Hərdən elə də olur. Bilmirəm, mən üçün çox çətindir. Mən çünki inandığım insanlar tərəfindən çox vurulmuşam. Çox inandığım insanlar tərəfindən çox vurulmuşam. Ona görə də mən bu dəqiqə təbii ki, insan inamsız yaşaya bilmir. Sən inanmalısan. Məcburən hərdən özünü məcbur eləyirsən ki, inanasan, özünü o cür göstərəsən. Amma içərində bir yara var sənin. O heç vaxt sağalmır. Göz bağlayır. O bağlayır, bəli. O bağlayır və heç vaxt yara. Qopanda nə baş verir o göz? Qoy qopmasın. Amma qoparanlar o qədər var ki. Qoy qopmasın. Qoparanda bilirsiniz, o insan da qoparıb atırsın. Artıq o közlə bərabər o insan gedir. O köz varsa orada, hələ demək ki, o insan var. O necə deyirlər, içim yana-yana olsa da qəbul eləyirsən, saxlayırsan. Amma o köz qopanda, demək o insan da qopur, onunla bərabər atırsan gedir. Təbii ki, sənin için çox ağrıyır, çox yanırsan, çox əzab çəkirsən. Ona görə də bilirsən, mən inanmıram ki, bu dünyada elə bir insan olmasın ki, kim tərəfindənsə qırılmasın, o inamsız da olmasın. Mümkün deyil.